Rəbb sözü hər hansı bir şeyin malik olub, onun yetişdirilməsi ilə məşğul olan şəxsə deyilir. Ərə gedəndə o qadının yanında apardığı qıza da ona görə Rəbibə deyilir ki, başqa kişidən olmasına baxmayaraq, atalığının himayəsində böyüyür. Rəbb sözü mütləq şəkildə işlədildikdə, yalnız Allah-u Teala nəzərdə tutulur. Allahdan başqasına aid etmək istədikdə isə təyini söz birləşməsi kimi işlədilməlidir. Məsələn, Rəbbüddar deyildikdə ev sahibi, Rəbbis Səfinə deyildikdə gəmi sahibi başa düşülür. Məcmuül Bəyan təfsirində bu mənadan başqa əmrlərinə itaət edilən şəxs mənası da qeyd edilmişdir. Çox güman ki, hər iki məna eyni məfhumu ifadə edir. Aləmin sözü, aləm sözünün cəmi olub, müştərək xüsusiyyət, zaman və ya məkana malik varlıqlar məcmusuna deyilir. Məsələn, insanlar aləmi, heyvanlar aləmi, bitkilər aləmi və s. Və yaxud şərq aləmi, şərq dünyası və s. Bu baxımdan aləm sözünün öz mənasında bir cəmlik anlayışı vardır. Cəm şəkilçisi ilə cəmləndikdə isə bu dünyadakı bütün varlıqların məcmusu nəzərdə tutulur. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.